Salam, xoş gördük hər birinizi. Mən BTV Xəbər Rəvanə. Bugünkü mövzumuz işlərimizi olduqca asanlaşdıran süni intellekt haqqında danışacağıq. Gəlin Bakı sakinləri ilə sorğu aparaq. Görək onlar da bizimlə razıdırlarmı? Salam, Ayan, adım Ayandır, 15 yaşım var. Ayan xanım, sizcə süni intellekt insan kimi düşünə bilərmi? Yəni insan kimi düşünə bilərdi, amma yəni insan kimi ola bilməz çünki yəni bizim hissiyatlarımız var, amma onun yoxdur. Salam, mən xanım Ramazanova. Xanım, sizcə süni intellekt insan qədər düşünə bilərmi? Süni intellekt təbii ki, heç zaman insan kimi düşünə bilməz. O sadəcə bizim üçün müxtəlif mənbələrdən məlumatlar toplayır. Özüm də təhsilimlə bağlı süni intellektdən istifadə edirəm, lakin bunu bildirməliyəm ki, mən süni intellektdən istifadə edərkən fikirləri özümünkünləşdirirəm. Gülay Əhmədli. Gülay xanım, sizcə süni intellekt insan qədər düşünə bilərmi? Mənim fikrimcə xeyir, amma insanların bəzi köməklərinə, yəni dəstək olur da. Babayev Eldəniz Poladoğlu. Eldəniz bəy, sizcə süni intellekt insan qədər düşünə bilərmi? Yox. Amma bugünkü günümüzdə işlərimizi olduqca asanlaşdırır. Yəni sizcə bu doğrudurmu? Bəli, doğrudur. İşlərimizi asanlaşdırır süni intellekt. Amma insan qədər o qədər də düşünə bilməz. İnsanın düşüncəsi başqadır. Sadəcə olaraq süni intellektdir, internetdir. Salam, Hüseynov Mirzə. Mirzə bəy, sizcə süni intellekt təhlükəlidirmi? Əslində belə baxsaq, süni intellektin bizim həyata gəlməyi çox böyük bir müsbət tərəfi var. Çünki insanların bir çox işini asanlaşdırıb və istənilən demək olar ki, peşədə olan bir insana xeyri çox dəyir. Amma onun bir zərəri demişkən, zərəri ondan ibarətdir ki, bir çox işlərdə insan artıq tənbəlləşməyə başlayır. Deyir ki, əşi mən bu işi süni intellektə tapşıraram, o mətni mənim üçün hazırlar və yaxud da hansısa bir şəkil mənim üçün düzəldər. Və bəlkə də bir 5 il, 10 ildən sonra bunun bir zərərini görə bilər və həmçinin mənim fikrimcə onlara biz süni intellektə biz giriş eləyəndə, yəni hansısa bir mətni yazanda, ona hansısa bir sualı ünvanlayanda o bizim haqqımızda bir məlumat toplayır ki, aha, misal üçün Bakı əhalisi bu şeylərlə daha çox maraqlanır. Digər şəhərin əhalisi bununla maraqlanır və artıq onunla başlayırlar bizə nəyisə tətbiq etməyə, bizə nəyisə yeritməyə çalışa bilər. Çox bir şey ola bilər, amma inanıram ki, ondan düzgün şəkildə istifadə eləsək, onun zərərini o qədər də çox görməyik. Mənim adım Ömər, 17 yaşım var, studentəm. Ömər bəy, sizcə süni intellekt təhlükəlidirmi? Mənim fikrimcə indiki gündə süni intellektin heç bir təhlükəsi yoxdur. Əksinə daha çox üstün cəhətləri var. Çünki indiki zamanda görürük ki, bir çox studentlərə, məsələn mən studentəm, mənə çox kömək eləyib bir neçə şeylərdə. Heç fərqi yoxdur dərsdə və ya gündəlik həyatda çox böyük kömək olub. Əli. Əli bəy, sizcə süni intellekt təhlükəlidirmi? Məncə xeyr, təhlükəli deyil. Əksinə axtardığımız çox sualın cavabını asanlıqla tapa bilirik. Salam, Emin Ağayev. Emin bəy, sizcə robotlar süni intellektdən istifadə edirlərmi? Mənim fikrimcə, bəli, istifadə edirlər. Süni intellektin bir neçə növü var. Misal üçün, supervised learning, unsupervised learning, reinforcement learning və s. və müasir robotlarda bu texnologiyaların bəzilərini inteqrasiya ediblər. Çox sağ olun.